orada təyinatla gedəndə onlar evlə təmin edirdilər. Bilirsinizmi? Bu nə qədər gənc insan üçün əsl mənada mən deyərdim o üçün qazanc idi. Bəli, gedirdi, evi var, şəraiti var. Orada bir öz məhəbbət sirdaşını tapırdı. Elə o evdə evlənirdi və o regionda qalırdı. Bilirsiniz, çox maraqlı bir hadisələrdir. İndi təyinat yoxdur. İndi məsələn, tələbələr bitirir. Məsələn, necə getsin? Tutaq ki, regiondur da bunu. Məsələn, buradan tutaq ki, lap elə tutaqlım gedir Gəncəyə və yaxud Şəkiyə. Heç kim evlə təmin edən yoxdur. Bilirsinizmi? Elə şərait yoxdur. Yaxşı gedəcək indi bir quru maaşa işləsin orada. Bu necə özü üçün həyat qursun. Bilirsiniz, məni həmişə düşündürən bu gənc kadrın onun əsl mənada təminatından söhbət gedir. İstər gənc qızdır, istər gənc oğlandır. Əgər orada şərait yoxdursa, o necə gedib özünə həyat qursun? Axı tək səhnə deyil, onun öz həyatı da olmalıdır. Öz həyatı olmayanda o puxtələşə bilməyir.